Deməli, davam edirik, qardaşlar. Deyir ki, Əl-Hədisü-Səmin, 8-ci hədis. Burada şeyx şərh verməyib, sadəcə qısa olaraq hədis keçir. Deyir ki, Ən Abdullah ibn Abbas radiyallahu anhümə. Abdullah ibn Abbas radiyallahu anhümə deyir ki, Şəhidə indi ricalun mərdiyyun və ərdahum indi Umar. Deyir ki, Abdullah ibn Abbas radiyallahu anhümə, mənim yanımda razı qalınan, yəni insanların özlərindən razı qalan, insanların sevdiyi bəzi insanlar şahidlik etdi, dedilər yəni bu şeyi. Və mənim isə onların içərisində ən razı qaldığım, ən sevdiyim kim idi? Ömər radiyallahu anh. Və Ömər radiyallahu anhunun dediyi sözü indi gətirir. Deyir ki, Ənnən Nəbiyyə sallallahu aleyhi ve selləm nəhə anis salati ba'dəs subhi həttə tətlu'əş-şəms və ba'dəl asri həttə təğrub. Peyğəmbər sallallahu aleyhi ve selləm sübhdən sonra günəş çıxana qədər olan vaxtda namaz qılmağı və həmçinin əsrdən sonra günəş batana qədər olan vaxtda namaz qılmağı qadağan etdi. Bu hədisi də İmam Buxari rəhiməhullah rivayət edib 581-ci hədis, İmam Müslim rivayət edib 826-cı hədis. Burada söhbət hansı namazdan gedir? Nafilə namazlardan. Nafilə namazlardan. İndi bundan sonra oxuyacağımız hədisdə bu haqdadır və orada biraz genişdir. Söhbət nədən gedir? Bəlli olacaq. Sonra gəlir sonra Əl-Hədisü-Təsi, 9-cu hədis. Ən Əbi Səid Əl-Xudri radiyallahu anhu ən Rasulillahi sallallahu aleyhi və səlləm qal. Əbu Səid Əl-Xudri radiyallahu anhu Allah Rasulü sallallahu aleyhi və səlləmin belə dediyini xəbər verir. La salata ba'dəs subh həttə tərtəfi'əş-şəms və la salata ba'dəl asri həttə təğibəş-şəms. Sübhdən sonra günəş çıxana qədər, günəş qalxana qədər namaz yoxdur və əsrdən sonra isə günəş itənə qədər, yəni günəş batana qədər namaz yoxdur. Və hədis İmam Buxari rəhməhullah rivayət edib 586-cı hədis və İmam Müslim rivayət edib 827-ci hədisdir. Müəllif deyir ki, yəni bu babda Əli ibn Əbi Talib radiyallahu anhu, Abdullah ibn Məsud və Abdullah ibn Umar və bir çox sahabədən adlarını çəkir ki, onlardan da gəlib bu cür xəbər yolu ilə rivayət ediblər. Yəni bu sahabə, yəni bəli, sahabə bunu xəbər verir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm belə deyib. Yəni ola bilər ki, sahabə birbaşa Peyğəmbər sallallahu əleyhi və səlləmdən eşitməyib, başqa bir sahabədən eşitib. Sadəcə o sahabənin adını demir, deyir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm belə deyib. Və bu da qəbul olunur yəni. Deməli bu hədisdə bax Peyğəmbər sallallahu əleyhi və səlləm görür ki, bu vaxtlarda, qeyd olunan vaxtlarda namazı qadağan edir. Bunlar da hansı namazlardır? Xüsusilə nafilə namazlar. Amma fərzlərə gəldikdə, məsəl üçün bir adam yubanıb və ya unudub, cəmaat əsr namazını qılıb, bu isə əsr namazını qılmır. Əsr namazı qılınıb. Namazı qıla bilər əsr namazını. Əlbəttə qılmalıdır. Qılmalıdır. Burada söhbət fərz namazlardan getmir. Və yaxud da ki, unudanın yəni, namazından getmir. Burada söhbət nafilə namazlardan getmir. Məsələn, sən 2 rükət nafilə namaz qılmaq istəyirsən. Həmən vaxtda qılmırsan. Sübhün fərzindən günəş çıxana qədər qılmırsan. Gözləyirsən, sübh qılınıb artıq, sübhü qılmırsan. Zikirləri verirsən və s. başqa işlə məşğulsan. Quran oxu, zikirləri verir. Gözdə günəş çıxsın və bir nizə qalxsın, ondan sonra qıl. Duha namazı qıl, digər nafilə namazlar qıl. Və yaxud da ki, əsri qılmısan, vəssalam. Artıq namaz yoxdur. Ta ki, məğribə qədər. Məğribi qıl, sonra nafilə qılarsan. Amma şeyə gəldikdə, məsələn, səbəblərə bağlı namazlar. Məsəl üçün, təhiyyətül məscid. Məscidə girdin, 2 rükət namaz qılmalısan. Düzdür, yaxşı, mən əsr namazından sonra gəldim, girdim məscidə. Təhiyyətül məscid var. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, sizdən biri məscidə girərsə 2 rükət namaz qılmadan oturmasın. 2 rükət namaz qılmaq lazımdır. İndi əsrdən sonra da deyənə mən birbaşa oturum, yoxsa qılım oturum. Yoxsa elə oturmayım, ayaqda durum ki, nəhi vaxtıdır. Alimlər bax burada deyirlər ki, bu cür vaxtda bu nəhyə daxil olmur bu. Təhiyyətül məscid məsələn bura daxil deyil. Qılırsan. Girdin əsrdən sonra oturmaq istəyirsənsə gedir söhbət. Təhiyyətül məscid qılırsan, oturursan. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, sizdən biri məscidə girərkən 2 rükət namaz qılmadan oturmasın. Artıq bu istisna eləyir. Burada isə deyir ki, əsrdən sonra namaz yoxdur. Burada isə deyir ki, sizdən biri məscidə girərsə 2 rükət qılmadan oturmasın. Artıq sən burada nəsən, cəmi edirsən. Sən əsrdən sonra girmisən məscidə, 2 rükət qılırsan, oturursan. Burada problem yoxdur. Eyni zamanda məsələn cənazə namazı. Sübhdən sonra cənazə namazı, problem yoxdur. Çünki o da namaz adlanır da, qıla bilərsən. Və yaxud da ki, əsrdən sonra cənazə namazı qılınır. Qıla bilərsən.
Və həmçinin təvafdan sonra, tutaq ki, əsrdən sonra sən təvaf eləyirsən Kəbədə. Təvaf eləyirsən, təvafdan sonra 2 rükət namaz var. Qıla bilərsən, qılırsan onu. Bəli. Amma digər namazlara gəldikdə isə deyək ki, sən sadəcə elə nafilə namazları, nafilə qılmaq istəyirsən. Əcr üçün, savab üçün. Bunu neysən? Qılmırsan. Gözləyirsən, günəş çıxsın ondan sonra. Və yaxud da ki, batsın, əsrdən sonrası günəş batsın ondan sonra. Sübhdən sonrası günəş çıxsın ondan sonra. Və deyir, burada deyir, bəzi alimlər ixtiraf ediblər ki, ba'da subh deyəndə, burada sübhdən sonra deyəndə, bu namazdan sonraya aiddirmi, yoxsa fəcrin girməsindən sonraya aiddirmi? Burada yəni ixtilaf ediblər. Bəzi deyiblər ki, sübhdən sonra. Amma fəcirdən sonraya aid deyil. Məsələn ki, fəcr girdi, fəcr namazın vaxtı girdi. Mən 2 rükət sübhün sünnətini qıldım. Hələ fərzə var. Başqa nafilə namaz qıla bilərəm. Bəziləri deyirlər, yox, qılanmazsan. Burada çünki burada sübh deyəndə fəcrin girməsi nəzərdə tutulur. Düzdür, burada başqa hədislər də var. Ona görə yəni çalışmaq lazımdır. Sübhün sünnətindən sonra nafilə, başqa nafilə qılınmasın. Birbaşa fərz qılınsın. Sübhün sünnətini də uzatmaq olmaz. Sübhün sünnətində Peyğəmbər s.ə.v Kafirunla İxlas surəsini oxuyub. Bəli, qısa. Hətta Ayşə anamız deyir ki, mən o elə qısa qılırdı ki, deyir, mən deyirdim ki, görəsən Fatihəni oxudu, yoxsa yox. Yəni, qısa qılıb Peyğəmbər s.ə.v. İxlas, birinci rükətdə Kafirun, ikinci rükətdə İxlas surəsi. Bu sünnətdir. Sübhün sünnətində Kafirunla İxlas surəsini oxumaq sünnətdir. Həmçinin məğribin sünnətindən. Məğribdən sonra 2 rükət yoxdur. Orada Kafirun surəsi oxuyursan, bir İxlas surəsi. Başqa uzun surələr oxumursan. Təhiyyətül məscid, məscid salamlamaq lazım. Bu nə vaxt yeyirsən, fərqi yoxdur, qılırsan. Hətta gün batan. Sünnəti qıl, sonra Yox, sən əgər sübhün sünnəti məsciddə qılarsansa, elə birbaşa sünnəti qıl da təhiyyət məscid yerinə keçir də. Onsuz da sübh namaz, onsuz da məscidə girəndə istənilən qıldığın namaz təhiyyətül məscid yerinə keçir. İstəyirsən fərz qıl, istəyirsən sünnət qıl, istəyirsən dəst namazdan sonra namaz qıl, əzan iqamə arası olan namaz qıl. Bunlar hamısı təhiyyətül məscid yerinə keçir. Əsas odur namaz qılmadan oturma. Orada Peyğəmbər sallallahu əleyhi və səlləm demir hansı namaz. Sadəcə deyir ki, namaz qıl, 2 rükət namaz qılmadan oturma. Gəlib birbaşa oturma da yəni. Bəli, qıl. Ən azı 2 rükət. Yəni sən 4 rükətlik namazda qıla bilərsən. Bir var ki, evin sübh sünnətini evdə qılmısan, gəlmisən, girmisən məscidə, hələ namaza bir 15 dəqiqə var. Sən oturmaq istəyirsən. 2 rükət qıl, otur. Bu başqa məsələdir. Amma bir də var ki, sən gəlib məscidə girirsən, sünnəti qılmamısan. Sünnəti qılmadan qabaq təhiyyətül məscid qılırsan. Ehtiyac yoxdur. Sadəcə 2 rükət qılanda olur. Onda sübh sünnətini qılırsan və salam kifayət edir. Yəni sən həmçinin bu ixtilafdan çıxmış olursan belə olanda. Ona görə fəcr girdi və salam 2 rükət sünnə namaz qılırsan və salam sonra da fərzi qılırsan. Bu hədisdə həmçinin onu da deyir, biz görürük ki, insanın ləfsə şahidlik eləməsi şərt deyil. Hədisi məsəl üçün danışarkən burada eşitməkdən gedir söhbət. Xəbər yolu ilə də mücərrəd olan xəbər yolu ilə də rivayet edilir. Necə ki, Əbu Said Əl-Xudri radiyallahu anh burada dediyi kimi. An Rasulullah sallallahu aleyhi ve sellem. Allah Resulü sallallahu aleyhi ve sellem belə demişdir. Xəbər olaraq verir. Mən eşitdim demir. Yəni əgər xəbər doğrudursa, sənə də deyən tutaq ki, doğru danışan bir adamdır. Yəni bunu belə xəbər kimi deyə bilərsən. Və həmçinin bu hədisdə elmin məsdərini bəyan eləmək var. Yaxşıdır ki, elmin məsdərini hardan götürürsən onu deyəsən. Yəni ki, o etibarlı adamdırmı, yoxsa yox. Və həmçinin burada Əbu Said Əl-Xudri radiyallahu anh rivayet etdiyi sözdə hətta tərtəfi', hətta günəş qalxana qədər, deyir ki, sizdən biri sübhdən sonra günəş qalxana qədər namaz qılmasın. Burada deyir, şuruq mənasındadır. Yəni günəşin çıxması. Əş-şuruq ət-tulu'. Qiləl-irtifa'. Yəni bəziləri deyir ki, yəni qalxması. Yəni ki, günəş artıq saf şəkildə görsənməsi. Bir var, məsələn, günəş çıxdı, parası çıxıb. Yarısı çıxıb, parıldayır, sarı, belə deyək də, sarı bir şəkildə çıxıb. Hələ yarısı görünür. Bir də var ki, tam çıxıb, artıq aydın, saf bir şəkildə görsənir. Və irtəfə mənası odur burada. Yəni, günəş tamamilə çıxıb və qalxıb görsənir. Bu da bir nizə hündürlüyündə. Təqribən, belə sən uzaqdan, məsəl üçün, bir nizə qədər, təqribən nizənin də hündürlüyü çox da olmur da. Təqribən bir nizə qədər qalxandan sonra artıq sən namaz qıla bilərsən. O da təqribən 10-15 dəqiqə vaxt eləyir. Günəşin o qədər məsafəni qalxması günəş çıxandan sonra yəni 10-15 dəqiqə eləyir təqribən. Axdir əl-əvqat-əs-sələsətil qisar. 3 qısa vaxtlar. Hansı vaxtlardalar? Min tulu'i şəmsi hatta tərtəfiyə qeydə rumh.
Günəş çıxandan bir nizə qədər qalxana qədər qılmırsan. Və ində qiyamihə həttə təzul. Qalxandan sonra, yəni zenitə qalxandan sonra biraz gedənə qədər qılmırsan. Yəni zöhrün vaxtı girir. Əgər artıq günəş zenitə çatıbsa, həmən 10-15 dəqiqə ərzində qılmırsan. Zeniti artıq keçəndən sonra qıla bilərsən. Günəş artıq saralanda, günəş batmağa doğru gedirsə, artıq həmən 10-15 dəqiqə, bu zaman da batana qədər qılmırsan. Batan kimi də nəyi qılırsan? Məğribi. İndi məğribdən qabaq 5-10 dəqiqə gözlənirsə, əzan iqamə arası qıla bilərsən, problem yoxdur. Və la yuqbar fihəl mauta. Və həmən vaxtlarda ölüləri də bastırmaq olmaz. Yəni o şeyx bunu burada gətirir. Həmən bu 3 vaxtda. Həmən bu 3 vaxtın üçündə. Birində günəş bata-batda, birində günəş zenitdən Günəş çıxa-çıxda, hələ əvvəldən başlayıb. Günəş çıxır, gözləyirsən bir 15 dəqiqə keçir, biraz qalxır günəş. Tam saf şəkildə belə də yup-yumuru görsənir artıq. Onda qılırsan, ondan sonra yəni, ona kimi qılmırsan. Bir günəş zenitə yaxınlaşır ya artıq. 10-15 dəqiqə qılmırsan. Zenitə çatdı, artıq keçir zeniti, onda qıla bilərsən. Zöhrün vaxtı girir. Bir də günəş bata-batda, artıq günəş görsən daha gedib dağlara çatıb da, belə deyək ki, və ya dənizə çatıb. Gözləyirsən tam itsin. O da hardasa 10-15 dəqiqə çəkir. Və həmçinin başqa bir hədis var ki, günəş çıxanda şeytanın iki buynuzları arasından çıxır və batanda da şeytanın iki buynuzları arasından batır, o vaxtlarda namaz qılmıyor. Yəni bu haqda hədislər çoxdur. Hər bir halda həmən vaxtlar nəhi vaxtlarıdır. Və şeyx də buyurur ki, həmən vaxtda ölüləri də bastırmırsın. Və dərsimiz bu qədər, qardaşlar. Uca Allahdan dilərəm bizə işli faydalardan etsin. Və subhanəkə Allahum həmdik, əşhədu ən la iləhə illə ənt, əstəğfirükə və tuğbileyk.